Möhtərəm müsəlmanlar, sizə söz vermişdim ki, Ramazanın bitməsi və Şəvval ayının başlanması haqqında, yəni Ramazanın bayramı, fitrə bayramı hansı günə düşdüyü haqqında sizə video məlumat verəcəm inşallah. Deməli, bu ayın 28-idir. Əvvəl qoyaq ayın 29-una tarixi, çünki bizə 28-i maraqlı deyil, o qədər də 29-u və gün batan vaxta qoyaq. Gün batır 19, deməli 03-də. 19:03-ə qoyağın vaxtı. Buyurun, deməli burada tam qaranlıq, yəni ayın yenilənmə prosesi başlayacaq, ancaq hələ 0 işıqlanma var. 0 dərəcə işıqlanma bu o deməkdir ki, heç bir hilal yoxdur və heç bir tarixin başlanmasından söhbət gedə bilməz. Hətta buna baxaq, başqa nöqtədən də baxaq. Baxın, ay günəşlə bir yerdə batır. Burada da ay günəşlə bir yerdə batır. Yəni ki, mümkün deyil onun görsənməyi. Orbitdə də bunu işıqlandırsaq, hər bir variantda siz üçün işıqlandırıram. Yəni 29-unda baxın, düz günlə yerin arasındadır. Heç bir variantda bunun görsənə biləcəyi imkanı yoxdur. Lap sizin üçün bunu bu cürə də göstərə bilərik. Buyurun, bax, qırmızı nöqtə Azərbaycanın yerləşdiyi nöqtədir. Bu da günəşlə ay artıq Braziliyanın üstündədir. Lap yenə deyirəm ki, bütün dünya ölkələrinin üzərində olan bir ayı görsələ bilər. Bu Azərbaycan üfüqündədir, Braziliyanın üstündədir. Gəlin baxaq, lap Afrikanın qıraq üfüqünə. Bu hardasa 4 saat vaxt çəkəcək, 4 saat, 5 saat. Biz o 4-5 saatı artırırıq, baxın. 4 saat artırdım. Artıq getdi Amerikanın üstünə, ancaq yenə günəşdən ayrılmayıb, bir yerdədirlər. Deməli, yəni ki, hətta Afrikaya, görürsünüz ki, Afrikanı tam qaranlığa bürüdük. Nəyə görə bura mən Afrikanı qəbul edirəm? Çünki bütün dünya müsəlman ölkələri bu hissədə yaşayırlar. Onu bu cürə də qəbul edirəm ki, lap oradan görsün. Bir müsəlman ölkəsində bu qoy olsun hilalı. Mən onu qəbul edərəm. Baxaqın, 4 saat sonra qayıdaq, burada baxaqın, 1, 2, 3, 4. 0,2%. Yəni, ayın ən aşağı teleskopla görünməsi üçün 0,5-i keçməlidir. 0,5-dən yuxarı qalxmalıdır. Yəni, 7, 8% olmalıdır. Bu isə 0,2, baxın, yəni qapqara bir qara disk var burada. Yəni, ayın 29-da ayın görsənmə söhbəti, hətta Afrikanın ən sıx tutaracaq həddində üfüqünə baxdıq, görsənmədi. Bu ilə bitdi. İndi keçən yenə 19:03-ə qoyağın saatı və ayın tarixini dəyişən olsun 30-u. Aha, burada açıq-aşkar hilal var. Burada heç başqa faktları qoymağa ehtiyac yoxdur. Ancaq bir də qoyağın. Yəni ki, bəziləri ayın 1-nə atmaq istəyənlər olacaq bayramı. Ayın 1-i bayramdır, ayın 31-nə düşür. Yəni 30-u görür. Buyurun, ay, luna yazılan günəşdən nə qədər aralıdır. Orbitdə həmçini, baxın, günəşlə yerin arasından çəkilib. Burada da hündürlük 14 dərəcədən yuxarıdır, kifayət qədərdir ki, görsənə bilsin. Yəni, bu qədər dəlilləri niyə qoruyuram? Çünki ortaya bir çox elmdən xəbəri olmayanlar, hər əlində bir proqramı işlədə bilməyənlər, baxın, yenə Azərbaycandan, Azərbaycan üfüqündən baxıram, artıq kifayət qədər, baxın, bunların arasında məsafə var. Gün artıq girib Braziliyanın üstündən keçir, ay isə hələ Atlantik okeanın üstündədir, ora çatmayıb. Deməli, kifayət qədər məsafə var, işıqlanma var. Bəs edir ki, bu tam qəbul olunsun. Mən hətta o 4 saatı artıq biraz əlavə etməyimə ehtiyac yoxdur. Çünki kifayət etdi ki, hilalın görsənməyi, nəinki teleskop, bunu gözlə də müşahidə etmək olacaq. Bu nəticəyə gəlirik ki, ayın 30-u Ramazanın son günüdür. 31-i Martın 31-i Şəvval ayının biridir. Yəni Ramazan bayramının başlanğıcıdır. Bayramınız mübarək. Allah sizi var edəsin.
Bir də yəni başqa bir yəni bayramla əlaqəli bir video da buraxacağam inşallah. Çünki bizim soyqırımlar düşür. Bəziləri çaşdırırlar nə bayram. Ramazan bayramını başqa bayramlarla çaşdırmaq lazım deyil. Ramazan bayramı çalıb oxumaq deyil, şəllənib atlanmaq deyil. Ramazan bayramı sadəcə Ramazan ayının bitməsi və bu ayı Allahın əmri ilə keçirdiyimizə görə bunu bayram sayırıq. Və bu gündə paylaşma var, ehsanat var. Bu gündə kasıblara yardım var. Bunu götürüb başqa bayramlarla bir edib, ay bizim bayramımız deyil, soyqırımdır. Soyqırımımız bizim iç yaramızdır. Bu da bizim dini məğrur günümüzdür. Bunları qarışdırmaq lazım deyil. Əssalamu aleykum, rəhmətullah və bərəkatuhu.